Ərkivan Xeyriyyə Cəmiyyəti Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayan fəal qadınlarla görüş keçirib. Tədbir başlamazdan öncə ümummilli lider Heydər Əliyevin və vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açıq elan edən Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov, ölkə tarixində hər zaman xeyriyyəçilik fəaliyyəti ilə seçilən ziyalı qadınların rolundan danışıb. O, Qarabağda Xurşudbanu Natəvanın, Cənub bölgəsində isə pedaqoq və xeyriyyəçi Məryəm Bayram Əlbəyovanın fəaliyyətini nümunə göstərərək bu ənənənin bu gün də uğurla davam etdirildiyini qeyd edib. Cəfər Cəfərov vurğulayıb ki, Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən icra edilən iri miqyaslı humanitar layihələr qadınların nüfuzunu daha da yüksəldir. Bizim yaxın günlərdə Masallı rayonundan olan vəkil kollegiyasının vəkilləri ilə də görüş keçiriləcəyi, kimin hüquqa aid problemi vardısa, onlarla da maariflənsinlər, görüşümüz olacaq. Ümumiyyətlə, Xeyriyyə Cəmiyyəti bu və digər istiqamətlərdə öz fəaliyyətini göstərir. Bizə lazım olan sizə hər hansı bir dəstəyi göstərməkdir. Yəni, sadəcə sizin o cəmiyyətdə olan problemləri qabardın, bizə gətirin, göstərin. Əgər həqiqətən də ona ehtiyac varsa, biz o yardımları göstərəcəyik. Ərkivan Xeyriyyə Cəmiyyətinin fəxri prezidenti, iş adamı Məşkur Qasımov çıxışında qadınların sosial-iqtisadi həyata fəal qoşulmasının cəmiyyətin inkişafında mühüm rol oynadığını bildirib. Biz tələbələri də yığdıq, söhbət elədik ki, sərlərində yaxşı oxuyan tələbələrə biz təqaüd ayıracaq, təqaüd verəcək. Bu məsələlər sonra qonşuda, hətta qonşuda görürsünüz ki, kimisə acınacaqlı vəziyyətdədir, o puldan ötürü gedib başqa yola, nalayiq yola üzr üstürən düşə bilər. Onu bizə çatdırmaq lazımdır, biz o ailələrə yardım göstərmək, kömək eləyək. Yəni, istəyirik ki, siz də faal olasınız. İndi cəmiyyətinizdə çat var, bundan utanmaq lazım deyil. Yəni, orada olanlar da hamısı sizin övladları, qardaşlarınızdır, həyat yoldaşlarınızdır. Siz o bizim çatlara yazılın, öz fikirlərinizi bildirin, tənqid edin, təklif edin. Yəni, biz ondan incimərik. Biz heç bir, yəni, öz yığılan o vəsait hesabına bəzi işləri görürük. Haradasa məktəbləri remont edirik, zalları remont edirik, idman zallarını remont edirik ki, uşaqlar gəlsinlər, idmanla məşğul olsunlar, axmaq işlərlə məşğul olmasınlar. Bu, Azərbaycanlının əsasını saxlayan həmişə Azərbaycanda qadınlarımız olur. Yəni, qeyrətimizi, namusumuzu həmişə qadınlar saxlayırlar. Ona görə sizdən ricamız odur ki, bunu təbliğ eləmək lazımdır. Yəni, biz Ərkivanlı olaraq bundan, necə deyərlər, əziyyət çəkirik. Çox vaxt, mən şəxsən əziyyət çəkirəm eşidəndə ki, hansıca qız gəlin xeylağı, iki uşağı qoyub, kim nəsə qaçsın və yaxsa pozğunluq baş verir kəndimizdə, nalayiq şeylər işləyir. Uşaqlar başlayırlar, patı deyirlər, nə deyirlər, cürbəcür narkotiklərdən istifadə edirlər. Bunların qabağını almaq lazımdır. Biz xeyriyyə işləri ilə məşğul oluruq. Xeyriyyə işlərində əsas məqsədi ondan ibarətdir ki, biz o ailələrdə olan gərginliyi, problemi əgər varsa, biz vaxtında onları bizə çatdırsınlar, biz kömək əlimizi onlara uzadaq. Din xadimi Mirtaha Həşimov isə ailə dəyərlərinin möhkəmlənməsində anaların əvəz olunmaz rolundan danışaraq İslamın qadına verdiyi yüksək dəyəri vurğulayıb. Biz də o məclisə qoşuluruq, Cəfər müəllimlə, məşhur müəllimlə həmfikirik. Keçmişdə arvad kişi gedəndə, kişi qabaqda gedərdi, arvad bir-iki qədəm arxada gedərdi. Bunu hamımız görmüşük. Elə deyildi. Hamımız görmüşük. Yəni, nədir bu? Qoy, bunları görənlər, görsünlər ki, bu ədəbdir, mərifətdir. İndi maşallah, arvad qabaqda gedib kişi onu davet. Bunlar, Mənicə müəllimə, mühüm məsələlərdir. Gərək bunları gözətləyək. Cəmiyyətin İdman və Gənclər Komissiyasının sədri Sabiq Cahangirov qızların idman uğurlarından bəhs edərək, onların potensialının daha səmərəli inkişafı üçün yeni layihələrin həyata keçiriləcəyini bildirib.
Tədbirdə çıxış edən xanımlar Mənicə Yahyayeva, Alagöz Gülverdiyeva, Vəsilə Cəlilova və başqaları qəsəbə qadınlarının sosial və məişət yönümlü problemlərini səsləndiriblər. İctimaiyyətə çıxartmaq, xeyriyyə cəmiyyətini ictimaiyyətə çıxartmaq təşəbbüsü irəli sürdüyünə görə sizə çox təşəkkürümü bildirirəm. Və Münsiflər Heyətində Sağad müəllim çox gözəl dedi, Uşaqlar Birliyi üzvlər, bir dənə də dini qadın sədr olsa daha yaxşı olar. Biz də əlimizdən gələn yardımı, köməyi, dəstəyi əsirgəməliyik. Hər bir o nöqtələr ki var, onlara siz toxundunuz. Əlbəttə onları icra eləmək lazımdır. Əlbəttə ki, onu genişləndirmək lazımdır. Onu həyata keçirmək lazımdır. Mən də bir din xadimi kimi əlimdən də gəlsə, mən bu cəmiyyətə o köməkliyi eləyə bilərəm. Görüş diskussiya formatında davam edib. Səslənən təkliflərin həlli yolları müzakirə olunub. Gender bərabərliyinin təşviqi, ailə dəyərlərinin qorunması, qadın və uşaq problemlərinin həlli istiqamətlərində fəaliyyəti gücləndirmək məqsədi ilə Ərkivan Xeyriyyə Cəmiyyətinin nəzdində Ailə, Qadın və Uşaq Problemləri Komissiyası təsis edilib. Yeni yaradılan komissiyaya könüllü olaraq qoşulan xanımlar, qadınların cəmiyyətdə rolunun artırılması, uşaqların hüquqlarının müdafiəsi və sosial rifahın yaxşılaşdırılması yönündə fəal fəaliyyət göstərəcəklərini bildiriblər. Qadınlar üçün nə yarada bilərik, nəyə ehtiyac vardır, uşaqlar üçün nəyə ehtiyac var, ailələr üçün nəyə ehtiyac var.